adamın pulu ola, dədəsini alada bu evi, dəyərli izləyicilər. Heç ki, nə arvada alasan, nə bacıya qardaş alsan. Biri boşa, yəni dədənin villasıdır da bu. Elə bir villa təqdim edəcəm sizə bu günlərim. Bir gözəl ailənin qonağıyam. Dəyərli izləyicilər, bu hissə villanın ancaq və ancaq çinmək, yeyib içmək, istirahət eləmək zonasıdır. Bir dənə villanın içində olan şəraitə baxın. Mənim oturduğum yerə baxın. Alov, isinmək üçün. Belə bir hovuz inandırmışsınız ki, görməmişsiniz. Bu olimpiski, bu Avropada keçirilən yarışlarda olan hovuzdur, dəyərli izləyicilər. 1 metr 80 santıda, yəni mən heç bir 80 boyum yoxdur. Polnu mənə keçir. Aşma və daşma. Orada jaccuzisi, orada oturmaq yeri. Burada qonaq üçün, yəni qonağın gələndə bu villaya prosto şoka düşürlər ki, sənin yəni belə villan var. Ona görə videonun əvvəldə dedim ki, dədələr üçün olan bir villa. Dəyərli izləyicilər, bir dənə meşə, bir dənə bax, balon bibi tutmalı kompotlar tutub. Hamısı bu həyətdə. Minə yaxın ağac var. Meşə deyə bura. Biz hardayam mən? Sizə şoka düşərsiniz. Bilgəhin ən gözəl yerində, belə dəniz mehi vuran yerində 50 sot, yarım hektarın içində sizə villalar göstərəcəm. Başlayaq təqdimatımıza. Buraya tanış olduqsa, keçək bibinin pişirdiyi varinalardan başlayaq. Getdik. Bu meyvələrin hamısı bu həyətdəndir, dəyərli izləyicilər. Yüzlərlə balon var. Göstərəcəm sizə, o analarımız baxsın. Hamısı meyvə ağacıdır. Bir dənə baxın, o fıskırıq meşə deyirləri, sıx meşəlidir. Tif meşə heyvanları həyətə xüsusi vid verir, dəyərli izləyicilər. Əziz izləyicilər, gözə girməmək üçün, hörmətli izləyiciyim, çox ağırlı bir iş görüb. Villanın giriş qapısına baxın, elə bilirsiniz ki, belə bir evin qapısıdır. Amma içərisində bir dünya var. Təsəvvür edin, bir dənə gəlin içəri girin. Bu giriş qapısında, bu da mühafizənin evidir. Bir dənə burada mühafizənin evi var. Amma toyuqçudan başlayaq. Bax, bura 50 sotun bir hissəsidir ki, sırf burada kəndi yaradıblar. Toyuqlar, cücələr, bu belə bir ərazidir də. İkinci bağ hissəsini sizə göstərirəm. Bəh, buna bax. Salxım ağacda meyvələr, dəyərli izləyicilər. Naxçıvandan bəlkə bura yüzlərlə ağac gəlib. Torpaq Qəbələdən gəlib. Bu növbəti bir bağ hissəsidir. Deyir ki, evin sahibi, anamız, deyir, Turab, meyvələr aşıb daşır da meyvələr. Hamısı meyvə ağaclarıdır, üstü bar verən müxtəlif meyvə ağaclarıdır. Gilas, şəftəli, əri, nə istəyirsən. Buna bax. O deyir, bağça olsun. Bu odur da, dəyərli izləyəcək. Qiyməti də, deyim. Sonda deyəcəm, hər bir çayları qarışdırır, meyvələrdən yiyin, baxın. Orada gilaslar. Keçəyinin növbəti istəyək. Qutarmır, yarım hektardır. Ərik bal deyir, bal. Bu villadan, dəyərli izləyicilər, 2 dənədir. Biri yaşayış üçündür, o birisi isə istirahət üçündür. İçərisini göstərəcəm sizə, keçək ikincisini də göstərdim. Buyurun. Bu villanın içində olan atraksiyonlar, bağ ləvazimatları, evin içində olan əşyaları pulla hesablasan, sizə tam səmimiyyətimlə deyirəm ki, dəyərli izləyicilər, sonuna dediyim məbləğdən deyərsən ki, bu havayı verir ki, bu evi. Bura veranda hissəsidir, villanın yan tərəfində olan dincəlmə güşəsidir. Hələ mən sizə stadionu göstərdim. Yadımdan çıxdı, gələk stadionu göstərdim. Bura stadion güşəsidir, dəyərli izləyicilər. Özün üçün tenis oynayırsan, voleybol oynayırsan. Burada mühafizənin ikinci
Bu operator 2 dəfə gülə kola girir. Neynəsin 50 hektar, 50 hektar, yarım hektardır. Hər yerdə ağaclıqdır. Bu isə ikinci mühafizənin ikinci evidir. Yəni iki axram var da burada. Dəyərli izləyicilər. Bura manqalxanasıdır, mətbəxidir. İçərisində çəkmirəm. Keçək o birisinə. Burada nə qədər meyvə var, qardaş. Şəftəliyə bax, yaxın elə kameranı. Bəh, bəh. Bunun varinası çox dadlıydı da, mürəbbəsi. Alma. Naxçıvan alçasını gördünüz. Bu nədir? Bunun adı nədir? Bilmirəm, bu meyvanın adını yazarsınız da mənim başım çıxmadı bundan. Bu gavalı, hə? Gavalı, göyəm. Gəl bu tərəfə gedək. Göyək burada nə var? Ayda, bu da qəşəngdir. Dəyərli izləyicilər, bir də baxın. 5-6 manatda kilosu marketlərdə. Dərib qoyursan olan qabağına. Bura, bu villanı bir dənə görsəd izləyicilərə. Dəyərli izləyicilər, bu gördüyünüz villa sadəcə olaraq istirahət villasıdır. Yəni qonaqlar üçün, istirahət eləmək üçün içi ağzına kimi dolu əşyalardır da. Gecə içərisində sizə görsədim. Villaya girən kimi bir dənə orijinal şomini, dəri oturacaqlar. Burada klassik stol, nərd, şahmat, ceylanın başı və buynuzu, yer isti döşəmə və burada mətbəx. Yəni buranın evə aidiyyəti yoxdur, dəyərli izləyicilər. Burada sırf qonaqlarından incələmək üçün qalxaq burada ikinci mərtəbəyə. O qədər gözlər toxdu ki, tam səmimi deyirəm, dəyərli izləyicilər. Hamısını içində qoyub verirlər də, yəni müştəriyə satırlar. Bunlar hamısı adden puldur. Elə bil ki, fitness mərkəzidir. İdman zalına oxşur. Hamısı əlavə olaraq sport səhifələrə baxın, puldur da. Televizoruna tutmuş idman. Adam tanıyır. Deyim, birini satana bir də mənə verin. Bu gözəl bir şeydir mənə. Yaxşı bir şey idman eləmək. Hamısı içində bilyardına qədər, quruşasına qədər qiyməti içindədir. Yəni, ver pulumu, ged alqı satqıya. Aydan mən bunu götürürəm, nə bilim, mən bunu götürürəm, bu mənimdir. Belə şeylər yoxdur bu evdə. Yəni, sahibi, hörmətli izləyicilər, 2 ildir mənim izləyicimdə. Deyib, verirəm gedir də, yəni. Bir dənə buna da bax. Hər şey. Keçək o birisi villaya. O birisi villa nə idi? 3-cü mərtəbə var, elə burada. Hörmətli izləyicilər, bir dənə təsbih var. 5 dənə kişi lazımdır bunu çörməyə. Bir dənə ağır təsbihdir. Bu da boydadır, qardaş. 3-cü mərtəbənin işığı yandıraq. Burada istirahət güşəsidir. Burada özün üçün oturursan. PlayStation 5. Qəşəng Mortal Kombat var. Görsət bunu. Sony burada. Audi kolonkalar. Çarpayı. Dincəlmək üçün. Nə qədər təsbih var burada. Maşallah. O birisi otaqda bir dənə görsət izləyicilərə. Yatağın böyründə şahmat var. Hər yuxudan doğru bir dənə xod eləyirsən. Şahmat. Burada balkon var. Ola açalım. Hə, açdım. Yenə oturmaq, dincəlmək, çardaq, taxtaq pişipkalardan. Orada da çimmək yeri, dəyərli izləyicilər. Bir dənə baxın, meşəyə baxın, bir dənə burada meşəyə baxın. Bütün meyvələr görsənir. O da villanın özüdür. Mən sizə bir şey deyim. Papacanı, bunu alandan sonra pul da var da sizdə. Bunu sökün, bir dənə 3 mərtəbə ağla ilə bir dənə villa tikin. Belə görsənsin də qıraqdan, onu istəyir də bu. Britaniya kostyumda İtalyan parçası ilə bir dənə tikdirin, ondan sonra görün necə göz çıxardırsınız. Keçəyin onun içərisində tanış olaq. Deməli, neçə ildir ki, burada axranlar söhbət edir. Getmirlər də bazara. Hamısı bu həyətdəndir mən yediyim. Bu da bu şeylər, nümunə üçün göstərdiyimiz çoxdur. Hepsi nə qədər balonları var. Qışa tədarükdürlər. Puldur da hamısı da izləyicilər. Bu villanı olsaz köf edəcəksiniz. Keçək evin içinə. Bir də bunu yiyeyim. İndi isə operator sizə bu evin içərisini, otaqları
qısaca xülasə bir nümunə göstərsin. Buyurun. Əziz izləyicilərim, sizə məlumat da verim ki, indi baxa-baxa video deyirsiniz ki, yaxşı bu niyə satır? Həqiqətən də bu satılası bir villa deyil. Yəni burada bir dənə uşaqlar Avropada, nə bilim İtaliyada gəlmirlər də, o boyda baseyndə gəlib çimən yoxdur. Bu bağda hər kəsin bir özünə özəl bir güşəsi var. Babanın öz güşəsi var, nənənin öz güşəsi var, müəllimin öz güşəsi var. Belə güşələr də olur da. Mən bunu ofis deyirəm də. Burada o qədər ofis var ki, hələ bir ofis oturur da, yəni rahatlıqdır da. Bunun qiyməti, bu mülkün qiyməti, bugün endirimli qiymətlə fikirləşmirlər dalını, qabağını, əşya, heç sələ, yəni belə satılırlar. 1 milyon 350 min manata dəyərli izləyicilər, 50 sot, yarım hektar, bilgə. Deyir ki, yayda cəmaat 4 dənə kondisioneri belə qabağında dayananda, deyir, burada otursan, deyir, Tural, bir dənə sərin vurur. Həm meşə, həm də dəniz, pristav, buz kimi də, yəni Bilgəhin də havası. Düşünün ki, hələ o vaxt SSR-in dövründə kardioloji sanatoriyanı elə belə tikməyiblər də Bilgəhdə. Yəni bunu bir düşünüb tikiblər buranın havasına görə. Qonşular da deməyə ehtiyac yoxdur, dəyərli izləyicilər. Bilirsiniz ki, maşallah bütün qaymaqlar hamısı Bilgəhdə yaşayır. Uzun sözün qısası, zəng eləyin, buyurun gəlin, baxın. Kimə xeyirlidirsə, onun da qismət olsun. Allah xeyir eləsin inşallah. Sağ olun, təşəkkür edirəm.